Yayda dərin üz təmizliyi ziyandır. Yay aylarında dəriyə qulluq vacib olsa da, bu dövrdə dərin üz təmizliyi prosedurları ehtiyatla aparılmalıdır. Bu barədə dermatoloq-kosmetoloq Leyla Burzu STV xəbər açıqlamasında bildirib. Normal dəri tipinə uyğun təmizləyici vasitə, köpüyü olsun, losion olsun götürürük. Əlavə nə edə bilərik? Üz yuyucu istifadə edirik, ekstra ancaq tonik işlədə bilərik, misillər su işlədə bilərik. Amma o skrablardır, qamajlardır, onlar həssas dərlərə ümumiyyətlə olmaz bir mənalı. Digər dərlərdə baxır, yəni müalicədə gedirmi, yoxsa adi vəziyyətdəmi, onlar artıq individual həkim nəzarəti altında, yəni həkim məsləhəti ilə nə isə eləmək olar, nə isə etmək olmaz. Ona görə bəli, ev şəraitində məsləhət görmürəm o prosedurları. Qaldı ki, digər çistkalara, bəli, məsələn, akvapeeling çistkası yayda eləmək olar, amma mən həssas dərlərdə yayda onu etmirəm. Yəni həssas dərlərdə onu belə etmirəm. Amma digər dərlərə müalicə dönəmində. Əvvəldə ilk müalicə başlayanda mən pasientlərə ümumiyyətlə elə bir prosedurlar eləmirəm, çünki dəri ona hazır deyil. İlk 1-2 ay ancaq sırf kimyəvi, yəni öz müalicəmizi eləyirik, protokol üzrə gedirik. Ondan sonra artıq kömək edici vasitə kimi qoşuruq. Bəli, onu da qoşuruq. Onu da niyə eləyirik? Çünki baxırıq, bəziləri, hətta bəzi belə deyim, peelingin bir növləri var ki, yəni onları faizdə eləyirik, çünki dərman yetmir, yəni kifayət qədər kömək eləyə bilmir, gücü çatmayanda. Onda o cür prosedurlar qoşula bilir. Amma yenə də onların hansı və nə zaman qoşulacağını artıq həkim qərar verir. Yəni stabil şəkildə postoyan çistkaya getmək, olmasın həkim olsun, başqa biri fərq etməz. Bu biraz doğru yanaşma deyil. Leyla Burzu qeyd edib ki, yay mövsümündə üz təmizliyi yalnız həkim məsləhəti ilə və dəri tipinə uyğun şəkildə aparılmalıdır. Prosedurdan sonra yüksək qoruyuculu SPF kremindən istifadə etmək, bir neçə gün günəş vannasından uzaq durmaq və dərinin bərpasına imkan vermək vacibdir. Dermatoloq vurğulayıb ki, düzgün aparılmayan və ya uyğun vaxtda edilməyən üz təmizliyi gözlənilən faydanı verməyə, vəznə dəri problemlərinin yaranmasına səbəb olur.